bizim qanunvericiliklə Ermənistanla bizim aramızda olan 44 günlük savaş vətən müharibəsi kimi tanınıb. Ona görə də konstitusiyaya görə əgər sülh sazişinin imzalanması üçün Milli Məclisin razılığı lazımdır. Artıq biz bilirik ki, keçən ilin avqust ayında ilkin sülh sazişi imzalanıb, yəni həm də sülh sazişi paraflanıb. Ona görə də sülh sazişinin parlamentdə müzakirə olunmasına ehtiyac var. Təklif edərdim ki, bu iş planına daxil edilsin. Həm də ona diqqətinizə çatdırmaq istərdim ki, hazırda Ermənistana Azərbaycan üzərindən yüklər daşınır. Azərbaycan özü Ermənistana yanacaq satır. Məhz prezidentin sülhə və regional təhlükəsizliyə verdiyi tövfiyə görə o Birləşmiş Ərəb Əmirliyi tərəfindən nüfuzlu Zeyad İnsan Qardaşlığı mükafatına layiq görülüb ki, bu günlərdə də onun təntənəli təqdimat mərasimi olacaq. Əgər Ermənistan yüklər Azərbaycan üzərindən daşınırsa, hesab edirəm ki, Azərbaycandan da Ermənistana, Qazaxdan Ermənistana olan dəmir yol xəttini biz özümüz bərpa edə bilərik. O cümlədən də Sədrəkdən Yerevana gedən dəmir yol xəttini. Hazırda Türkiyə ilə Ermənistan arasında da mart ayına qədər yolların açılmasından söhbət gedir. Naxçıvanın sürətli inkişafını təmin etmək üçün Naxçıvana dəmir yol xətti olmalıdır, dəmir yolu ilə yüklər daşınmalıdır və biz də Ermənistan üzərindən Naxçıvana yüklər daşıyaq. Ona görə Zəngəzur dəhlizini, yəni TRIP layihəsinin həyata keçirilməsi üçün cənab prezident də söylədi ki, 3 il vaxt lazımdır. Bundan başqa Qarsdan, yəni Türkiyədən Naxçıvana çəkilən dəmir yol xətti də təqribən ilə bu qədər vaxt alacaq. Amma biz Ermənistanla dəmir yol xəttini qısa bir müddətdə bərpa edə bilərik ki, düşünürəm hökumət bu istiqamətdə müəyyən addımlar atmalıdır. Bundan başqa Azərbaycan Ermənistanda sülh sazişinin imzalanmasına sadiq olan indiki hakimiyyətiyə öz dəstəyini ifadə edib, əslində bu xətlərin açılması, onlara yanacaq satılması imkan verib ki, həm də Ermənistanda yanacağın qiyməti aşağı düşsün, özdə əhəmiyyətli dərəcədə 15%-dən 20%-ə qədər. Əgər belə bir işlər görülürsə, o zaman düşünürəm ki, biz Ermənistandan tələb edə bilərik ki, Ermənistan əgər öz üzərinə öhdələri götürərsə ki, o gələcəkdə öz konstitusiyasını dəyişəcək və orada Azərbaycana ərazi iddiası kimi qəbul olunan müddəaları çıxaracaq, onda biz Ermənistanda konstitusiya dəyişikliklərini gözləmədən Ermənistandakı növbəti seçkilərə qədər, yəni bu ilin iyun ayına qədər biz o sülh sazişini imzalaya bilərik. Bu da əslində sülhə və Ermənistanda sülhpərvər qüvvələrin Ermənistan dövlətini və xalqını təmsil etməsinə geniş imkanlar yaradardı. Diqqətinizə görə çox sağ olun.